Salam değerli izleyiciler, değerli futbol severler. Azərbaycan çempionu Qarabağ komandası Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Heyəti qoruyub saxlaya biləcəkmi Qarabağ komandası? Bax bu qaranlıq məsələdir. Qarabağ komandasında bir neçə ayrılıq və bir neçə yeni transfer reallaşmaq üzrədir. Bir qədər sonra bütün bu dəqiq məlumatları sizin nəzərinizə çatdıracağıq. Sona qədər izləməyi tövsiyə edirəm. Şərhlər bölümündə fikirlərinizi yaza bilərsiniz. Kanala abunə olub bildirişləri açıq tutun ki, bütün xəbərlərdən anında xəbərdar ola biləsiniz. İlk öncə sizin nəzərinizə çatdırım ki, Qarabağ komandası bir qədər öncə qeyd etdiyimiz kimi bir neçə transfer reallaşdıracaq və bir çox futbolçular Qarabağdan ayrılacaqlar. İlk öncə qapı xətti barəsində sizlərə məlumat vermək istəyirəm. Belə ki, Qarabağ komandası 3 qapıçısından ikisini yola salacaq. Andrey Lunyev və Amir Ramazanov Qarabağ komandasını tərk edir. Artıq bu məlumatlar dəqiqləşib. Belə demək mümkündürsə, bir neçə aydır Andrey Lunyevin nazı ilə oynayan Qarabağ komandası artıq bu fikirdən daşınıb. Belə ki, Andrey Lunyevin keçmiş menecerinin açıqlamaları deyəsən Qarabağın da səbrini daşırıb. Artıq Andrey Lunyevlə yola davam etmək istəmir Qarabağ komandası və Andrey Lunyevin başqa komandalarla danışıqlar aparmasına icazə verib. Aldığımız məlumata görə Andrey Lunyev Zirə ilə maçdan sonra Qarabağın düşərgəsini tərk edə bilər. Dinamo Moskva komandası onun xidmətində maraqlıdır və danışıqlar davam etdirilir. Amin Ramazanov isə Şamaxı komandasının hədəfindədir. 1-ci liqadan Premyer Liqaya vəsiqə qazanan Şamaxı komandası qapıçısı Əkbər Vəliyevlə müqavilə müddətini artırmaqdan imtina edib və qapıçısını yola salıb. Bu boşluğu isə Amin Ramazanovla doldurmağa hazırlaşır Şamaxı komandası. Qarabağ komandasından bir illik icarə əsasında Amir Ramazanovu öz düşərgəsinə qatacaq. Şamaxı komandası Qarabağın digər futbolçusu Nihat Quliyevi də öz düşərgəsinə qatmağa hazırlaşır. Qeyd edim ki, Nihat Quliyevin Qarabağla müqavilə müddəti başa çatır və o karyerasını Şamaxı komandasında davam etdirə bilər. Bəs Qarabağ komandası bu iki qapıçının boşluğunu hansı qapıçılarla dolduracaq? Qarabağın hədəfində bir professional qapıçı və bir gənc qapıçı var. Qarabağ komandası yeni qapıçı transferinin astanasındadır. Andrey Lunov və Amin Ramazanovla müqavilə müddətinin bitməsinə sayılı günlər qalıb. Hər iki qapıçı ilə Qarabağ komandasının yolları ayıracağı bildirilir. Bu səbəbdən Qarabağ komandası bir gənc perspektivli və bir təcrübəli qapıçı transfer etmək niyyətindədir. Artıq Qarabağın hədəfində olan qapıçıların adları da bəllidir. Bunlardan biri İtaliyalı gənc qapıçı. Udinese'nin 19 yaşlardan ibarət komandasının üzvü artıq əsas komandaya da dəvət alan Federico Mosca'dır. Avqust ayında 19 yaşı tamam olacaq futbolçunun boyu nə az nə çox 1,92 m-dir. Amin Ramazanov da gözlədiyi performansı ala bilməyən Qurban Qurbanov bu gənc qapıçının transferində israrlıdır. Artıq Qarabağ komandasının nümayəndələrinin İtaliyada olduğu bildirilir. Danışıqlar müsbət yekunlaşarsa, yaxın günlərdə bu qapıçı Qarabağın düşərgəsinə qoşulacaq. Nə düşünürsünüz? Bu qapıçı Qarabağ üçün nə qədər faydalı ola bilər? Fikirlərinizi şərhlər bölümündə yaza bilərsiniz. Andrey Lunyevin Qarabağdan ayrılmaq üzrə olması Qarabağı yenidən hərəkətə keçirib. Qarabağ komandası Dinamo Zagrebin Xarvat ilə qapıçı İvan Neviştis ilə maraqlandığını sizin nəzərinizə çatdırmışdıq. Artıq danışıqlar yenidən bərpa olunub. Ağdam klubu 25 yaşlı futbolçunun oyunlardakı çıxışını yaxından izləyir. Qeyd olunur ki, Qarabağ hələ Rusiyalı qapıçı Andrey Lunyevlə müqavilə bağlamamışdan öncə Neviştisin transferində maraqlı olub. Hal-hazırda transfer dəyəri 850 min avro olan Neviştis Qarabağa keçə bilər. Qarabağdan ayrılacağı rəsmiləşmək üzrə olan digər futbolçu isə Julio Romao'dur. Julio Romao Kopenhagen və Ferencvaros komandalarının hədəfindədir. Xüsusilə Ferencvaros komandası hətta ötən ildən bu futbolçu ilə maraqlanırdı. Lakin yanvarda ata olmağa hazırlaşan futbolçu Qarabağda qalmağa üstünlük verdi. Aldığımız məlumata görə artıq futbolçu Ferencvarosla ilkin razılığı əldə edib. Qalır Qarabağ komandasının razılığı. Əgər Qarabağ komandası da müəyyən təzminat qarşılığında futbolçunu sərbəst buraxarsa, bu transferin baş tutacağı şübhə doğurmur. Mövsümün sonunda transfer pəncərəsi açıldıqdan sonra bu futbolçunun da Qarabağdan ayrılacağına artıq şübhə etmirəm. Əslində Qarabağ komandasından ayrılmaqda olan bir neçə başqa legioner futbolçular da var. Amma məlumatları dəqiqləşdirmədən sizlərə məlumat vermək istəmirəm. Növbəti videolarda bu barədə danışacağıq. İndi isə Qarabağ komandasının düşərgəsinə qoşulacaq futbolçular haqqında sizlərə məlumat verim.
Azad agent kimi Aleksey Kaşuku öz sıralarına qoşmağa çalışan Qarabağ komandasının hədəfində həmçinin Kadi Borges yerli futbolçulardan Emil Səfərov da var. Millimizin hücumçusu Qurban Qurbanovun oğlu Musa Qurbanlının da Qarabağa geri dönüşü gündəmdədir. İlk öncə Aleksey Kaşuk haqqında sizlərə məlumat vermək istəyirəm. Ukrayna təmsilçisi Şaxtyor komandasına məxsus olan futbolçu Şaxtyor komandası ilə yola davam etmək istəmir və müqaviləsini artıq yeniləməyəcəyini açıqlayıb. Ona gələn təkliflərdən biri isə Qarabağ komandasındandır və aldığımız məlumata görə hətta Sabah komandasında çıxış etdiyi dövrdən onun Qarabağda çıxış etmək niyyəti olub. Deyəsən bu niyyəti gerçəkləşmək üzrədir. Artıq azad agent kimi Qarabağ komandası bu futbolçunun düşərgəsinə qoşa bilər. Sadəcə Aleksey Kaşuku maaşda razı salmaq lazımdır. Qarabağ komandası həmçinin yerli futbolçuları da hədəfləyir. Belə ki, bunlardan biri də milli komandamızın üzvü və Qəbələ komandasının üzvü olan Emil Səfərovdur. Qəbələ komandası bildiyiniz kimi Premyer Liqanı tərk elədi və 1-ci liqada çıxış edəcək. Emil Səfərov isə daha iddialı liqada və daha iddialı komandada çıxış etmək istəyir. Qarabağ komandası da Emil Səfərovun bu niyyətindən yararlanmaq və futbolçunu öz düşərgəsinə qoşmağa çalışır. Bu futbolçuya görə Qarabağ komandası Qəbələyə 250 min dollar ödəməyə hazırdır. Qəbələ komandası isə futbolçuya görə daha böyük məbləğ tələb edir. İki tərəf arasında razılıq əldə olunsa, Emil Səfərov Qarabağda çıxış edə bilər. Qeyd edim ki, futbolçunun adı daha əvvəl Neftçi komandası ilə hallanırdı. Qarabağın düşərgəsinə qoşulmağa daha yaxın olan futbolçu isə Kadi Borgesdir. Bəli, Qarabağ azarkeşlərinin sevimlisi Kadi Borges yenidən Qarabağ düşərgəsində ola bilər. Belə ki, Avrokuboklara vəsiqə qazana bilməyən rus klubları bir qədər xərclərini azaltmağı düşünür. Krasnodar da daha yüksək maaş alan futbolçuları komandadan uzaqlaşdırmaq və komandanın yükünü bir qədər azaltmağa çalışır. Kadi Borgesin maaşı isə kifayət qədər yüksəkdir. Amma 5 milyona transfer etdiyi futbolçunu kiçik məbləğ qarşılığında Qarabağa vermək istəmir Krasnodar. İcara əsasında Kadi Borges Qarabağda çıxış edəcək. Aldığımız məlumata görə son danışıqlar yekunlaşmaq üzrədir və Kadi Borges gələn ay Qarabağın düşərgəsinə qoşulacaq. Krasnodar komandasının baş məşqçisi Murad Musayev və komandanın bir sıra məsul şəxslərinin Kadi Borges ilə bağlı verilən suallardan boyun qaçırması da futbolçunun Qarabağın düşərgəsinə qoşulacağına işarədir. Ümid edək ki, bu transfer tezliklə reallaşacaq. Siz nə düşünürsünüz? Kadi Borges əvvəlki performansını Qarabağda göstərə biləcəkmi? Bu barədə fikirlərinizi yazmağı unutmayın. Kanala abunə olun, bildirişləri açıq tutun ki, bütün transfer xəbərlərindən ən tez siz xəbərdar olasınız. Eyni zamanda videonu bəyənib, şərhlər bölümündə fikirlərinizi yazın və videomuzu, kanalımızı dostlarınızla paylaşmağı unutmayın. Növbəti videoda görüşərik. Hələlik.